Salam, axşamınız xeyir olsun. Bugün paylaşdığımız sual belə ki, verilmiş tənliyi həll edin. Tənliyin həll olmasını istəyir. Nə edirəm burada? İlk öncə yazağın tənliyimizi. X üzərində loqaritma, onluq loqaritma 2. Üstə gələk, yenə 2-nin üzərində loqaritma x bərabər nə? Bərabər 8-ə. Şu anda biz bilirik ki, mən burada x ilə 2-nin yerini dəyişə bilərəm. Yəni, buna onun ixtiyarım var. Yəni, 2-ni gətirəm və yazıram nə? 2 loqaritma x. Üstə gələk, 2 loqaritma x bərabər nə? Bərabər 8 yazıram nə? 8 yazıram 2 üstündə 3. 2 dənə nədir? 2 dənə 2 üzərində loqaritma x-imi yazıram elə 2 vurulsun 2 üzərində loqaritma x bərabər nə? Bərabərdir 2 üzərində 3. Əsaslar eyni olduğuna görə üstlər toplayacaq da bilirik də bunu. 1 üstə gələk loqaritma x bərabər 2 üzərində 3. Bərabərliyin hər iki tərəfə baxırıq. 2-nin üzərində sol tərəfdə 1 üstə loqaritma x-dir, sağ tərəf 2 üstündə 3. Əgər əsaslar bərabərsə, demək üstlər də bərabərdir. 1 üstə gələk loqaritma x bərabər yazıram nə? 3-ə. Bundan da loqaritma x bərabər nə? 2. Burada x nəyə bərabər olacaq? Aydın məsələ x bərabər oldu nə? 100 olacaq. Cavab oldu 100. A bəndi. Belə, yəqin ki, hamıya aydın oldu. Sağ olun, gecəniz xeyrə.